Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Prezident Azərbaycan-Rusiya münasibətlərindən danışdı. Sərhəddən təcili xəbər. İrana qarşı növbəti zərbələr dalğası. Rusiyada siyasi sistem dağılır. Azərbaycan-Rusiya münasibətləri tam şəkildə normallaşıb. Bunu Prezident İlham Əliyev 4-cü Şuşa Qlobal Media Forumunda Rusiya ilə münasibətlərə dair suala cavabında bildirib. Bir daha qeyd etmək istəyirəm ki, biz Rusiya ilə münasibətlərə böyük dəyər veririk. Rusiya Federasiyasının rəsmi şəxslərinin, o cümlədən Prezident Putinin ölkələrimiz arasında münasibətlərin müsbət dinamika ilə inkişaf etməsinə dair bəyanatlarını görmüşük. Müəyyən çətinliklərdən danışdınız. Bəli, onların hamısını bilirik. Ancaq əsas odur ki, həmin mərhələ artıq arxada qalıb. Mən deyərdim ki, münasibətlər tam şəkildə normallaşıb. Müxtəlif səviyyələrdə təmaslar davam edir. Həm hökumətlər səviyyəsində, həm hökumətlər arası komissiyanın həmsədrləri arasında, həm Xarici İşlər Nazirlikləri, həm də prezident administrasiyaları xətti ilə fəal əlaqələr mövcuddur. Bu baxımdan hesab edirəm ki, hər şey normal inkişaf edir və biz bundan məmnunuq. Rusiya ilə Azərbaycan arasında münasibətlər həm iki tərəfli əməkdaşlıq, həm də daha geniş coğrafiya üçün mühüm əhəmiyyət daşıyır. Bu münasibətlər həm ənənəvi əməkdaşlıq sahələrini, həm də gələcəkdə yarana biləcək yeni istiqamətləri əhatə edir. Burada nəqliyyat məsələləri xüsusi əhəmiyyət kəsb edir. Ticarət və humanitar əməkdaşlıq da vacib istiqamətlərdəndir, dövlət başçısı qeyd edib. Ukraynaya qarşı müharibənin nə vaxt və hansı şərtlərlə başa çatmasından asılı olmayaraq Rusiya digər dövlətlər üçün təhlükəli olaraq qalacaq. Lakin görünür Qərbdə Rusiya ilə müharibədən sonraki birgə yaşayışın mümkünlüyü ilə bağlı hələ də illüziyalar mövcuddur. Bu barədə Independent qəzetinin yazarı Den Stil qeyd edib. Məqalədə bildirilib ki, Qərbdə hələ də davamlı iqtisadi və hərbi təzyiqin sonda Moskvanı kursunu dəyişməyə məcbur edəcəyi və ya mövcud siyasi sistemin dağılmasına gətirib çıxaracağı ilə bağlı fərziyyə geniş yayılıb. Hər iki ssenari uzun illərdir Rusiyanın daxilində gedən proseslərin real mənzərəsini, mahiyyətini nəzərə almır. Söhbət xüsusilə əmək qabiliyyətli əhalinin sayının azalması, əmək məhsuldarlığının artım tempinin zəifləməsi, investisiyaların dövlət sektorunda cəmləşməsi və federal büdcədə enerji daşıyıcılarının ixracından əldə olunan gəlirlərin payının tədricən azalmasından gedir. Eyni zamanda siyasi hakimiyyət getdikcə daha çox mərkəzləşib. İqtisadi imkanlar isə mərkəzi hakimiyyətə sədaqətlə sıx şəkildə əlaqələndirilib. Ukraynaya qarşı geniş miqyaslı işğal isə bu problemləri daha da dərinləşdirib. Müəllifin fikrincə, orta müddətli perspektivdə Kreml böyük ehtimalla geniş miqyaslı hərbi kampaniyalara deyil, daha ucuz və daha az resurs tələb edən təsir vasitələrinə, kiber hücumlara, diversiyalara, informasiya əməliyyatlarına, enerji rıçaqlarından istifadəyə və vasitəçilər üzərindən fəaliyyətə üstünlük verəcək. Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri İrandakı hədəflərə qarşı həyata keçirdiyi növbəti hərbi əməliyyatı yekunlaşdırıb. Telegraf xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı məlumat yayıb. Bildirilib ki, əməliyyat zamanı bir neçə bölgədə yerləşən onlarla hədəf yüksək dəqiqlikli sursatlarla vurulub. Hücumların məqsədinin İranın Hörmüz boğazından keçən beynəlxalq gəmiçiliyə qarşı hücum imkanlarını zəiflətmək olduğu qeyd edilib. Məlumata görə ABŞ qüvvələri qırıcı təyyarələr, hərbi gəmilər və pilotsuz uçuş aparatlarından istifadə edərək İranın hava hücumundan müdafiə sistemlərini, sahil radarlarını və hərbi katerlərini hədəfə alıb.